Bir daha salam dostlar. Yeri bitdi dostlar, üzürlü biləsiniz. İndi ikinci hissəni çəkirəm. Bir də birinci hissəyə biraz baxdım. Ola bilər biraz küstah, maneram biraz küstahçasınadır dostlar. Ona görə üzürlü biləsiniz. Belə rahat danışdığım üçün belə olur. Amma əslində küstah insan deyiləm. Yəni ki, səmimi insanam, sadə və səmimi insanam, həm də həyat keçirdən insanam dostlar. İndi çalışacağıq amma küstahlıq çox olmasın. Amma zahiri aldanış da ola bilər, üzr biləsiniz dostlar. Deməli, yer bitmişdi. İkinci hissəni amma çəkəcəyəm. Nə harda qalmışdı dostlar? Bunu o birinci hissə olar, bu ikinci hissə olar da. Yaxşı mı? Bu nəzərə alasınız, hər şeydən. Deməli dostlar. Deməli harda qalmışdıq? Deməli, bunu deyirdi ki, indi mən təbiətimi mənə qədər öz təcrübəm olaraq bir mütəfəkkir təbiətini də vurğulamaq istəyirəm. Yəni nəyə görə o kitablar mənə çox doğma hiss olundular. Schopenhauerin fikri, oxuduğum kitab doğma gəldilər mənə. Nəyə görə belə idi? Çünki mən aydın oldu ki, sən deməmişkən mənim özümün də anadan gəlmə mütəfəkkir təbiətim var. Buna görə onların aləmində özümü çox rahat, xoş, könül oxşayan, işıqlı əhvallarda hiss edirdim. Yəni mənim zehnimdəki təsəvvür həmişə bu idi ki, mövqe, yaxşı mövqe, o mövqenin gərəkdirdiyi vəzifələri ləyaqətlə yerinə yetirməklə bağlıdır. Və maddiyyat da insan həyatının yaxşı keçirilməsinə kömək olmalıdır. İnsanın ali qüvvələrinin inkişafına, yayılmasına kömək olmalıdır. Belə düşünərdim. Ona görə mən heç vaxt, məsələn, məndə o təsəvvür yox idi ki, mövqe və maddiyyatla mən kimisə əzəcəyəm. Məni də kimsə bununla əzməyə çalışanda, demək olar ki, indiyə qədər heç vaxt bunun təsirinə düşmədim dostlar. Heç vaxt belə bir şey olmadı. Çünki mən ailədə də zaten bunu görməmişdim. Mənim atam da heç vaxt belə bu şəkildə deyildi, maddiyyat və mövqe ilə. Yəni kimisə əzən deyildi. Əksinə bunu necə deyərlər? İndi zaten bilənlər bilirlər, belə deyərlər. O çox çörək verən kişidir, belə deyərlər. Mən də zaten bunu görmüşdüm. Ona görə mənim təbiətimdə də bu yox idi. Kimisə bu xüsusiyyətlərlə əzmək, belə bir üstünlüklərlə əzmək. Fəqət mən özüm belə şeylərə rast gəlmişəm. Sanırım ki, kiminsə maddiyyatla və mövqe ilə tam ki, mənə əzməyə çalışmasına. Bu beyhudə idi dostlar, beyhudə idi. Nəyə görə beyhudə idi? Çünki məsələlərə mən fəlsəfi nöqteyi nəzərdən yanaşırdım, instinktiv olaraq uşaqlıqdan. Dedim ki, mən mahiyyətə baxırdım. Uşaqlıqdan belə idi. Sonradan mən bunu rasionalizə elədim və başa düşdüm ki, elə bu təbiətim olub mənim. Yəni, mənim mütəfəkkir, filosof təbiətimdən belə doğmuş ki, mən mahiyyətə həmişə baxmışam. Yəni, Schopenhauerin da bayaqları, misal çəkdiyim o düşüncəsindən də çıxış eləyərək bunu vurgulayayım ki, bax, deyək ki, gəlin sizə bunun, bu düşüncənin, o Kanta dediyi məqam var ki, bu tip əsərlərdə, yəni bu tip mütəfəkkirlərin, sənətkarların əsərlərində dipsiz mükəmməlliklər var və onlardakı mükəmməlliklərin dipsizliyi və tükənməzliyi var. Məsəl üçün, bununla bağlı olaraq bu düşüncədən biraz onları çıxardaq ki, bu mükəmməllik buradakı nədir? Və bəlkə də mən belə düşünürəm ki, dostlar, belə düşünürəm ki, əgər bir insanın, istər bu bir xanım olsun, istər kişi olsun, onda insanlıq ləyaqəti təsəvvürü varsa və ya o bilirsiniz necə, onda mərdlik varsa, mərdlik, müəyyən dərin düşüncəlik, bir çox məqamların fərqinə varmaq
məsələsi varsa, o da belə bilirəm ki, məndən razılaşacaq. Necə? Baxın, görün Şopenhauer nə deyir dostlar, bax. Zəkası olmayan heç kəs bir zəkanı görə bilməz və istənilən qiymətləndirmə dəyərləndirənin idraki üfüqü ilə dəyərləndirilənin maliyyətinin bəhrəsidir. Yəni, qiymətləndirmə buna bağlıdır. Biz həyatdakı insanları qiymətləndirmə, nəsnələri qiymətləndirmə, əşyaları qiymətləndirmə, hadisələri qiymətləndirmə və s. Dəyərləndirənin idraki üfüqü ilə dəyərləndirənin maliyyətinin bəhrəsidir. Yəni, bundan deyəsən bir vaxtda şərh eləmişəm, bax, danışmışıq. İndi də yəni niyə bitməz tükənməzlik var bu düşüncədə? Bax, deyək ki, mən bu belə bir şeydir, bax. Nəsnələrdə, təzahürlərdə, həyat hadisələrində, fenomenlərdə, təbiətdə, insanda, hər hansı bir insanda ki, xassələr, müsbət və ya mənfi və yaxud ümumilikdə xassələr biz dəyərləndirənin idraki üfüqü ilə onun maliyyətinə bağlıdır. Yəni ki, deyək ki, məsəl üçün, bax, biz, indi kimlərsə da, yoldaşların hamısını tuturam da, belə deyək də, nə deyim? Həyatdan, maddiyyatdan, mövqedən də başqa yaşantıların, təcrübələrin, xüsusiyyətlərin olduğunun fərqindəyik. Deyək ki, özümüzü müəyyən qədər yetişdirmişik, nələrsə fərqinə varmışıq, idrak eləmişik. Deyək ki, biz bilgi ilə, sənətlə məşğul oluruq və yaxud maraqlanırıq və yaxud təsirlənirik, onlardan bəhrələnirik və s. Yəni, həyatda, maddiyyatdan və mövqedən qıraqda da nələrinsə, hansısa xassələrin, hansısa xüsusi, yaxşı, ali xassələrin olduğunun fərqindəyik. Deyək ki, biz beləyik. Mən, siz və s. Bir insanda rast gəlmişik, bir iş mühitindəmi, insanlararası münasibətlərdəmi, əlaqələrdəmi? Bu adam bizi deyək ki, belə bir haldadır. Mənim maddiyyatım var, mövqem var, mən səndən üstünəm və səni əzəcəyəm. Əgər səndə filosof təbiəti varsa və yaxud fəlsəfədən enerji, qüvvə, o fəlsəfədəki mənəvilikdən, ruhlikdən enerji, qüvvə almısansa, sən bununla həyatı, insan təbiətini hansısa dərəcələrdə dərk eləmişsənsə, həyatda başqa cür dalğaların da ola biləcəyinin fərqindəsənsə, belə adamın sənə təsir eləmək gücü yoxdur. Birincisi buna görə ki, mövqe və maddiyyatla kimisə əzmək istəmək, bu həddən artıq çox köhnə bir kibirdir. Yəni, bu kibirin kökü gedib çıxır 1000 illərə əvvələ. Həddən artıq köhnə bir kibirdir. Yəni, bu bir filosofun geniş üfüqünün altında artıq heçə buça çıxıb, yəni çürüyüb. Filosof onu özündə çürüdüb. Yəni ki, bax, məsələn üçün, mən bayaq Romalı mütəfəkkirdən danışdım. Bu Nəsrəddin Tusidə də var bu. Bu mövzu Nəsrəddin Tusidə də var. Öz filosofumuzda da var. Romalı filosofdan danışdım. Məsələn, onun əsərində, o dediyim əsərdə bu mövzu işlənilib. Yəni ki, mövqenin bəxş etdiyi kibir və bunun beyhudəliyi və bunun yararsızlığı. Yəni, yenə əvvəlki məsələ gəlirik. Bir insanın mövqesi, üstün mövqesi onun yaxşı xidmət eləməsi üçündür, qabiliyyətlərinə uyğun olaraq. Əgər o insana qabiliyyətlərinə uyğun mövqe verilibsə, bu onun insanlara xidmət eləməsi üçündür. Bu kibir üçün deyil. Yəni,
o insan bu üstünlüyünü mənim üçün qurmaq üçün, üstündə qurmaq üçün deyil. Bu üstünlüyündən, bu qabiliyyətlərindən insanlara faydalı olması üçündür. Zaten onun mövqesinin ona gətirdiyi maddiyat var. O maddiyyatını götürüb kefini eləyə bilər. Yəni həyatda insana nə lazımdır? Həyatda insanlara nə lazımdır? Maddiyyat lazım deyilmi? Götür maddiyyatını, get kefini elə. Xidmətini elə, maddiyyatını götür, kefini elə. Yəni məsələ bu cürdür. Yəni həyat onun mənə əzməsi, mənim onu əzməm, bir-birimizin başına oyun gətirməyimiz deyil. Yəni və yaxud o hallar artıq çox köhnə hallardır. Yəni ki, bilirsiniz necə? Məişət şəraitləri çox köhnə hallardır. Onlar parlaq, işıqlı, xoş, sevimli hallar deyirlər. Həyat kefini çıxartmaq üçündür. Həyat saadətdir. Həyat düşünməkdir. Həyat yaşamaqdır. Həyat şadlıqdır. Həyat saadət bəxş eləməkdir və saadət almaqdır. Belə düşünürəm. Orada bu hallara gərək yoxdur. Və mövqenin də əsas işi odur ki, mövqenin işi sənə şərait yaradır ki, sən qabiliyyətlərini insanlara xidmət edəsən. Xidmət edəsən. Məsələn, mən bunu filosof təbiətindən dərk edirəm. Buna bənzər söhbətə dediyim kitabda da var idi. Başqalarında da rast gəlmişəm. Mən buna bu cür olmasa da buna bənzər, bununla əlaqəli söhbətlərə məsələn Nəsrəddin Tuzda rast gəlmişəm. Əgər klassik fəlsəfədən söhbət gedərsən, klassik mənəviyyatdan. O bunun üçündür, düzdür? Dolayısıyla birincisi məsələn üçün bunu dərk edəndən sonra bir kəsin məni şəxsən əzməsi, yəni mənim filosof təbiətimi əzməsi mümkünsüzdür. Yəni o düşünə bilər mənə əzdi. Yox, mümkünsüzdür. Çünki mən bunu əsaslandıra bilirəm. İkincisi maddiyyatla əzməsi də boş şeydir. Bax, məsələn, mən belə bir insan görmüşəm, tutalım ki, Azərbaycanlıdır. Bu güya ədəbiyyatı sevir, güya məsələn Çexovu sevir, güya məsələn üçün Əbdürrəhim bəy Haqverdiyevi sevir. Amma onlar oxuduqlarından heç bir şey əxs eləməyib. Əgər o Çexovu, Əbdürrəhim bəy Haqverdiyevi əxs eləsəydi, o Mirzə Səfər obrazının mahiyyətini özü üçün aydınlaşdırıb dərk eləsəydi, onun mövqesi ilə, maddiyyatı ilə məsəl üçün mənə əzmək təmayülü qətiyyən olmazdı. Əgər əvvəllər olubsa da o sönərdi. Yəni o başa düşər ki, bu sarsaq bir təmayüldür. Sarsaq bir təmayüldür. Dostluq gözəldir, anlayış gözəldir, hörmət gözəldir, sayğı gözəldir, sevgi gözəldir. Amma bu hal bilirsiniz, boş kibirdir. Yəni mənim məsələn üçün maddiyyatı ilə, mövqeyi ilə əzməyə çalışan birinin onun nə mənə hörməti var, nə sevgisi var. Hörmət və sevgi olmayan yerdə məsələn mən nə edə bilərəm? Yəni mənim filosof təbiətim orada nə edə bilər? Orada heç nə edə bilməz. Heç bir fəaliyyət göstərə bilməz. Orada nə bəxş eləyə bilər ki, görəsən? Və yaxud oranı düzəltmək istəyə bilərəm, amma bu haqqın varmı? Yəni bu haqqın varmı? Düzəltmək haqqın varmı onu? Əgər haqqın varsa da belə düzəltmək istəyə bilərəm də budur. Amma orada mən çiçəklənə bilmərəm də. Yəni orada mən nəsə bir fəaliyyətdə buluna bilmərəm. Fəqət bu belə də başa düşülməməlidir. Məsələn üçün, ayda mənə əzdilər, mən pis oldum, fəlsəfəyə yapışdım, fəlsəfə ilə buna zirək keçirdim. Yox da, yox. Yəni öz-özlüyündən olan haldır bu. Onu deməsin ki, bu uşaqlıqdan məndədir. Yəni elə bir təmayülüm olmayıb, təsəvvürü olmayıb məndə. Ona görə mən bu kimi şeylər görəndə mən qəribə yağıb. Mən biraz belə qəribə yağıb ki, belə bir şey də var. Həyatda belə bir şey də mi olur? Həyatda belə bir şey də mi olur? Sən deməmiş ki, olur. Bu nə ilə bağlıdır? Məsələn, deyək ki, məni əzən və ya səni əzən, əgər məndən əqrabasansan, ruhun əqrabadırsa məndən, məni bu baxımdan əzmək istəyən və səni əzmək istəyən birinin oradakı halda idraki üfüqü ilə mənim maliyyətimdir. Yəni ki, əgər o bizdəki müsbət xüsusiyyətləri görərsə, heç belə şey ağlına gəlməz. Yəni mənim onu əzməyim ağlına gəlməz. O deməkdir ki, onun həm də bu halı o deməkdir ki, o da özündən üstün bir mövqedə olanın onu əzməsinə çox rahat yanaşır. Yəni deyir ki, məni də əzirlər, mən də onu əzirəm.
O deyir ki, belə normaldır bu. Tabi baxır. Yox. Bu tabi deyil. Tabi deyil. Bu nöqtə nəzərdən tabi deyil. Mövqenin sənə verdiyi qüvvə daha yaxşı xidmət göstərməyindir. Daha ali şəkildə xidmət göstərməyindir. Daha böyük vəzifədir. Daha böyük məsuliyyətdir. Daha böyük məsuliyyətdir. Bəli, mövqe hörmət edə bilərsənmi? Edə bilərsən. Sevgi göstərə bilərsənmi? Gərəksə sevgi də göstərə bilərsən. Hərçənd onlar üçün sevginin bir əhəmiyyəti məncə yoxdur. Amma hörmət göstərə bilərsən, anlayış göstərə bilərsən. Yəni o qüvvəyə hörmət göstərə bilərsən. Amma əgər bir kəs bu haldan istifadə edib, məsəl üçün bir filosofu və ya filosof təbiətli birini əzmək istəyirsə, hörmət də olmaz. Hörmət də olmaz. Filosof bunu başa düşər. Sanki özünü əzilibmiş kimi göstərir, amma daha hörmət duymaz. Hörmət duymaz. Çünki qiymətləndirmə idraki üfüqlə qarşı tərəfin maliyyətinə bağlıdır. O deməkdir ki, o insanın, bir filosofu əzmək istəyən birinin, maddiyyat və mövqeyini əzmək istəyən birinin idrakında problem var. Çünki fəlsəfəni və filosof təbiətini anlamaq üçün idrak gərəklidir. Əgər belə bir insan qarşı tərəfi dərk eləməyə çalışırsa, bu hörmət də olur və sayıq da olur. Bildiniz necə? Yəni bir dəyərləndirici filosofda da bu hörmət və sayığı doğura bilər. O deyər ki, bax, necə ləyaqətli adamdır. Mövqesindən istifadə edərək məni əzmədi. Necə ləyaqətli insandır. Necə alicənab insandır. Filosof belə düşünər. Çünki filosof mahiyyətə baxır. Başa düşürsünüz necə? Yəni filosof təbiəti belədir. Mahiyyətə baxır. Anadan gəlmə, instinktiv bu belədir. Digər şeylər bunlardan sonra gəlir. Digər üstünlüklər. Məsələn, mən deyirəm ki, biri məni əzir. Maddiyyatı ilə, mövqesi ilə əzir. Mən ona baxıram, onun şəxsi keyfiyyətlərindən. Birinci elə bundan görürəm ki, onun şəxsi keyfiyyəti yaxşı deyil. İdraki baxımdan da geridədir. Niyə? Və ya idraki baxımdan da zəifdir. Niyə? Çünki qiymətləndirmə idraki üfüqə və qarşı tərəfin dəyərinə bağlıdır. Yəni, sənin qarşı tərəfi dəyərləndirməyin üçün idraki üfüqün olmalıdır, idraki xüsusiyyətin olmalıdır, idraki qabiliyyətin olmalıdır. Sən nüfuz edici zəkaya malik olmalısan ki, qarşı tərəfin hansı xüsusiyyətlərə malik olduğunu biləsən, hesablaya biləsən. Əgər bir kəs maddiyyatından, mövqesi ilə filosofu əzmək istəyirsə, avtomatik filosofun gözündən düşər, daxilində düşər. Çünki o belə düşünər. Bu nəyə görə məndə yaxşı xüsusiyyətləri görmək istəmədi ki? İdraki deməli buna imkan vermir. Bu, küt bir kibrin təsiri altındadır. Köhnəlmiş, küt, saçma, hətta mənasız bir kibrin, beyhudə bir kibrin təsiri altındadır. Mən buna necə qiymət verə bilərəm? Filosof sənə belə baxar, amma ürəyində sənə onun gözündən düşərsən. İnsaniyyət baxımından gözündən düşərsən. Bu qarşı tərəf üçün əhəmiyyətli olmaya bilər, olsun. Fərqi yoxdur da, filosofun gözündən düşərsən. Hər halda onun da bir baxışını bildirmək əsası var da, düzdür? Haqqı var, düzdür? Amma əgər bir insanda sənin maddiyyatı ilə və mövqesi ilə əzmək halı yoxdursa, onda ali cəhətlər var. Avtomatik filosofun gözündə yüksələr. Avtomatik yüksələr. Artıq filosof baxışı nüfuz edici zəka ilə o içinə girər. Orada axtarar, artıq aydınlığa çıxardar xüsusiyyətləri. Xüsusiyyətləri aydınlığa çıxardar. Bu zaman onun hörməti qalxar. Çox qalxar. Qarşı tərəfin, yəni mövqesi, maddiyyat yüksək olan insanın xüsusiyyətləri də qalxar. Yəni onun hörməti də qalxar. Sayğı doğuran adama çevirilər. Digər tərəfdən, əgər bir insanda ali cəhətlər varsa, zaten o səni maddiyyatı ilə, mövqesi ilə əzməyəcək. Ali keyfiyyətlər varsa əzməyəcək. Çünki ali keyfiyyətlər buna imkan verə bilməz. Səni əzməz. Şəxsi keyfiyyətlərə baxır. Düz deyir. Belə deyir dostlar.
Yəni mən sizə bunu necə örnək göstərirəm? Yəni bu tip insanların, bu cür mütəfəkkirlərin, filosofların, sənətkarların əsərlərindəki mükəmməlliklərin dipsizliyinə və tükənməzliyinə örnək kimi onunla əlaqələndirdim dostlar. Bu mənə apardı Romalı filosofun aləminə, Nəsrəddin Tusinin aləminə, Schopenhauer'un Kanta dediyi sözlərə, daha doğrusu ondan çıxıb getdim onlara. Schopenhauer'un Kant'ın dediyi qəşəng sözlərdən çıxıb getdim o kitablara, o kitabdan gəldim Schopenhauer'un bu düşüncəsinə. Dolayısıyla həmən bu düşüncənin, yəni Schopenhauer'un dediyi düşüncənin örnəklərini elə onların mətnlərində göstərməyə çalışdım dostlar. Bunu demək istəyirəm. Üstəlik, bu belə bir insan, maddiyyatı və mövqesi yüksək olan bir insan deyir ki, mənə əzmək istəyir. Əgər o mən üçün hörmətsizləşirsə, mənim üzərində bir təsir gücü qala bilər? Yox. Filosof hörmət duyduğu, sayğı duyduğu, sevgi də ola bilər, sevgi sonradır. Sayğı duyduğu mənbənin ona təsir etməsinin təsirinə düşə bilər. Deyək ki, məsələn üçün, mən bir insana sayğı duyuram. Şəxsi keyfiyyətlərinə, idrakına, insaniyyətinə və s. Onun mənim haqqında dediyi fikir mənim üçün əhəmiyyətli ola bilər. Hər hansı bir onda bir cəhət görürəm, yaxşı cəhət görürəm, ali cəhət görürəm, o dəyərlidir çox, onun mənim haqqında fikri bəli, mənim üçün əhəmiyyətli ola bilər. Amma bir filosof mahiyyətə diqqət edir. Anadan gəlmə olaraq və sonradan əqli şəkildə. Birinci mahiyyətə baxır. Mən əgər bilirəm ki, bunun mahiyyətində zaylıq var, məsələn, bir kəsin, o nə mövqesi ilə mənə əzə bilər, nə maddiyyatı ilə mənə əzə bilər, heç bir maddi qüvvəsi ilə mənə əzə bilməz. Belə düşünə bilər əzdir, boş şeydir. Yəni, o bir müddətlik aldadıcı, illüzor bir təəssüratdır. Əzə bilməz, mənim mahiyyətimi əzə bilməz. Birinci növbədə ona görə ki, o elə bu hərəkəti ilə artıq gözdən düşür. Demək ki, onda şəxsi keyfiyyətləri qiymətləndirəcək idraki üfüq yoxdur. İdraki üfüq bir yana, insaniyyəti də yoxdur. Yəni, onda xeyirxahlıq da yoxdur, insansevərlik də yoxdur, qayğıkeşlik də yoxdur. Mənəviyyatı da yoxdur, zəkası da yoxdur. Belə bir kəs necə bir hörmət doğura bilər filosofda? O son nəticədə buna laqeyd qalar, düzdür? Amma zaten insaniyyəti olan, qayğıkeşliyi olan, alicənablığı olan, nəcabətli cəhətləri olan bir kəs də bir filosofu, filosof bir yerə qarşısında bir insanı əzməz də, düzdür? Əzməyə çalışmaz, maddiyyatla, mövqeylə çalışmaz. Qayğıkeş bir qəlbdə belə bir alicənab bir qəlbdə belə bir meyl olmaz. Avtomatik olmaz, öz-özlüyündən olmaz. Hörməti qalxar. Maddiyyatı və mövqesi varsa, süni şəkildə təvazökar özünü aparmırsa, təbiəti alicənablısa, sayğısı dağda qalxar. Sən deyirsən ki, nə gözəl, hər cəhətdən kamil bir insandır. Düz deyil. Belə düşünürsən. Bu təkcə buna aid deyil dostlar. Ümumiyyətlə, bu çox əla düşüncədir. Yəni, qiymətləndirmə idraki üfüqə və maliyyətə bağlıdır. Yəni, dolayısıyla mən bir insanı çox sevirəmsə, əgər mən onda gözəl cəhətlər görmüşəmsə, əgər ədalət görmüşəmsə, mərdlik görmüşəmsə, sevimlilik görmüşəmsə, onun qəşəng mənəvi keyfiyyətlərini görmüşəmsə, bir insanın, dünyada heç bir qüvvə onu mənim gözümdən sala bilməz. Əgər o mərdliyi görmüşəmsə onda, yəni ki, çox sevirəmsə, həqiqətən mən üçün əzizdirsə, heç bir qüvvə onu mənim gözümdən sala bilməz. Çünki qiymətləndirmə idraki üfüqlə maliyyətə bağlıdır. Mənim onun varlığını idraki cəhətdən dərk etməyimə, əxs etməyimə bağlıdır. Bir filosof bunu səbatlı şəkildə dərindən dərk edibsə, ona heç kim mənim gözümdən sala bilməz. Belə bir qüvvə yoxdur. Amma bir kəs
yenə də idraki qiymətləndirmə ilə gözdən düşübsə, heç nə daha onu filosofun gözündə qaldıra bilməz. Bilməz. Bir dənə ciddi səhv gözdən sala bilər. Baxın necə səhv. Baxırsan da onu hesablayırsan. Bilməz. Bəs salam. Gözdən düşübsə düşün. Qurtardı getdi. Amma o sevgiyə gerçəkdən görəcəksə ki, o belə mərddir öz-özlüyündə, layiqdir. Onu heç kim gözə salmır. Əbədiyyən sevərsən. Bunu bir sənə əlaqələndirirəm. Yəni ki, məsəl üçün sənin qiymətin, sənin bir insan olaraq qiymətin mütləq şəkildə qarşı tərəfin qiymətləndirməsinə bağlıdır. Yəni məsəl üçün, deyək ki, burada ağcaqanad uçur. O ağcaqanadın səndəki müsbət xüsusiyyətləri, yaxşı xüsusiyyətləri, ali xüsusiyyətləri qiymətləndirmək aparatı yoxdur. Sən ağcaqanada belə deyə bilərsən, məsələn, məndə bu cəhətlər var. Niyə məni qiymətləndirmirsən? Məsəl üçün də ağcaqanadda o qabiliyyət yoxdur axı. Yəni qiymətləndirmək idraki üfüqə və qarşı tərəfin mahiyyətinə bağlıdır. Sənin qarşında səndəki yaxşı xüsusiyyətləri görəcək bir idraki aparat yoxdursa, o da səni qiymətləndirə bilməzlər. Şərait səni qiymətləndirə bilməz. Amma səndəki yaxşı xüsusiyyətləri, ali xüsusiyyətləri görəcək bir aparat varsa, qiymətləndiriləcəksən. Öz-özlüyündə qiymətləndiriləcəksən. Bundan bu nəticə çıxır. Məsələn, məni heç kim öz gözündən sala bilməz. Əgər məndə yaxşı cəhətlərimin fərqindəyəmsə, mənfi cəhətlərim də var. Müsbət cəhətlərimin çox dərindən fərqindəyəmsə, heç kim mənim gözümdən sala bilməz. Mümkünsüzdür. Sala bilməz. Çünki məsələn, deyək ki, mən özümü analiz edirəm də, yaxşı cəhətlərim nədir, mənfi cəhətlərim nədir. Diqqətlə analiz edirəm də. Görürəm ki, qarşı tərəf bunu qiymətləndirə bilmir, baxıram qarşı tərəfə. Görürəm ki, yox, qiymətləndirə bilmir. Yəni, tuta bilmir söhbəti. O mənim öz gözümdən sala bilər. Məni özümün gözünə sala bilməz. Çünki mən özümü ondan daha yaxşı qiymətləndirirəm. Ölçüb beçirəm axı, analiz edirəm də. Görürəm ki, yox, qiymətləndirə bilmir. Ona görə o mənim gözümdən sala bilməz. Mümkünsüzdür, bilməz. O cümlədən bir kəsi çox sevirəmsə, yəni onun dəyərini görmüşəmsə, onu da mənim gözümdən heç kim sala bilməz. Mümkünsüzdür. Çünki hesablamanı mən özüm aparım, mən özüm onu analiz edirəm. Bilməz. Dolayısıyla bundan nəticə çıxara bilər. Yəni, siz qiymətləndirilməyəndə heç də düşünmün ki, siz qiymətsizsiniz. Yox. Səni qiymətləndirəcək aparat yoxdur. Aparat olanda qiymətləndiriləcəksən. Gələ sən qabağa aparat çıxsın. İdraki aparat çıxmalıdır ki, səni qiymətləndirsinlər. Ona görə belə düşünmə, mən qiymətsizəm, yox. Zər qədrini zərgər bilər. Bu atalar sözümüzdür, əla sözdür. Zər qədrini zərgər bilər. Bəlkə sən zərsən, qızılsan, zərgər yoxdur. Gərək zərgər olsun. Çıxanda qiymətini bilinəcək. Gördünüz, əsaslandırmanı gördünüz. Bax, içindən bir də xarqularlıq çıxartdır. Görürsünüz. Şopenhauer sözü həmən sözündə deyir ki, belə əsərlərdə mükəmməlliklər dipsizdir, tükənməzdir. Düzdürəm səhvdir. Bu bir dənə çıxartdır məsələn. Məsələn, bunu biləndən sonra, mənim kim mənim gözümdən sala bilər? Mənə heç kim mənim gözümdən sala bilər. Çünki məsələn, mənfi cəhətlərim var, hər cəhətdən var. Bəli, mən də bunun fərqindəyəm. Müsbət cəhətlərim də var axı. Ancaq mənfiləri görürsə, o mənə necə gözümdən sala bilməz. Müsbət cəhətləri, mən onları bilirəm, analiz eləmişəm. Özüm analiz edirəm də. Bu şəkildədir. Bir də məsələn, örnək göstərdik. Dolayısıyla məni kimsə maddiyyatı ilə, mövqəsi ilə də əzə bilməz. O elə düşünə bilər əzdir. Yox, boş söhbətdir. Filosof əzə bilməz. Mümkünsüz bir şeydir. Axırda özü pis çıxar. Çünki nəyə görə bilirsiniz dostlar? Mənim bu dediyim şey var. Bəlkə də bunu var ha. Valla, məni dinləyən hər kəs bilir. Dühası ilə bilir. Dərinlikdə bir cövhər var, dərinlərində insaniyyət.
cəhvər var. Belə sana bizən necə başqa dalğalara apara biləcək bir orada o keçidlər var, aləmlər var. Onunla bilir. Mənim dediyim sözün həqiqət olduğunu bəlkə də onunla bilir. Onunla bilir. Belə. Dolayısıyla kimsə məndən əqrabadırsa o baxana, onu da kimsə əzə bilməz. Mənə qulaq assa, onu da kimsə əzə bilməz. Yəni kimsə belə davranaraq ki, mən sənə əzdim halına girirsə, onu ürəyinə yaxın buraxmamalıdır. Bir gün dostlar, yer üzərində çox yaxşı cəmiyyətlər qurulacaq, orada belə şeylər olmayacaq. Bayağılıqlar, vulqarlıqlar, vəhşiliklər olmayacaq. Belə şeylər olmayacaq orada. Bir gün dünyada belə cəmiyyətlər qurulacaq. Nə zamansa olacaq dostlar. Bəlkə də uzaq gələcəkdə amma olacaqlar. Yəni sən maliyyətin dəyərlidirsə sənin insan olaraq, sənin qarşısına o zərgər çıxan kimi sənə qiymət verə biləcək. Başqalarının görmədiyi gözəllikləri səndə görəcək. Başqalarının görmədiyi incəlikləri səndə görəcək. Başqalarının qiymətləndirilmədiyi zərafətlər görəcək səndə. Aliliklər görəcək, şirinliklər görəcək. Bəli. Zərgərdirə bilər. Hər bir qiymətləndirmə qiymətləndirənin idraki üfüqü ilə qiymətləndirilmənin maliyyətinin bəhrəsidir. Şopenhauer. Gördünüz, bir dənə mövzu çıxartdım. Gördünüz. Bunu ki əsaslandırdın. Səndə nə yaranır? Yəni belə yoxdur, məsələn, ay mən dünyadan qorxuram, ay məni əzərlər, belə yox. Öz-özlüyündən bir zirək yaranır səndə. Düzdür, zirək. Mənəvi zirək yarandı. Sən daha rahat olsan, daha xoş olsan, daha sevimli həyat yaşayırsan. Və sən artıq bilirsən necə işıq qəbul etməyə açılır qəlbin. İşığı qəbul edirsən, qaranlıq şeyləri yox. Yəni məsəl üçün biri sən hətta müəyyən qədər sənə haqlı şəkildə üstdən aşağı baxma haqqı verir mənəvi baxımdan. Biri sənə maddiyyatla, mövqeylə əzəndə sən belə düşünürsən. Çox köhnə insaniyyətə xasdır. Yəni çox belə vaxtı keçmiş, çürümüş bir insanlıq halı var bunda. Bunun kibri çox çürümüş kibirdir. Çox əski, belə çox üzr istəyirəm, belə cındırı çıxmış kibri var bunun. Yəni bu özündə qədimliyin, vəhşiliyin daşıyır. Aliliyin yox, işığını yox, vəhşiliyini daşıyır. Belə düşünürsən, biraz da böyle yuxarıdan aşağı baxsan ona, Biraz da mənəvi üstünlüyündən zövq alırsan. Bu tərəfdən də baxmaq olar. Müəyyən dozalarda olar. Görürsünüz, belə şeylər verdi mi? Müəyyən qədər təsir göstərə bildim mi? Yaxşı təsirlər. Mənlə əqrəbə olanlara müəyyən qədər yaxşı təsirlər göstərə bildim. Məncə göstərə bildim. Belə dostlar, bu söhbət eləmək istədim. Dolayısıyla siz bunu nədən əlaqələndirdim? Yəni, mən belə işlərə rast gələndə və yaxud məsələn deyir ki, mən əzilmədim də, birinin mövqesi maddəti qarşısında əzilmədim deyək ki. O belə düşünür. Bu necə belə şey ola bilər? Mən bunu azmalıyam. Yox, belə şey ola, bu necə şey? Amma belə heç gözləmirdim elə bir şey. Buna görə. Məsələn belə düşünürəm. Rüstəm çox özündən razıdır. Rüstəm çox narsistdir. Belə düşünürəm. Da başa düşmür ki, Rüstəm normal adamdır. Yəni ki, Rüstəm narsist deyil, özündən razı deyil, normal adamdır. Normal filosof təbiətinə malik adamdır. Əgər o Rüstəm görsəydi ki, məsələn, səndə belə təmayül yoxdur, sən çox belə qızılı olansan, qızıl qızsan, Rüstəm ürəyə axardı da, ürəyə axardı. Əlbəttə, bu qarşı tərəfdən bir əhəmiyyət daşımır, çünki o belə bir insanda sevgi yoxdur da. Yəni o düşünür ki, ətraf belə olmalıdır. Bu kimsə mənə azmalıdır, mən kimsə azmalıyam. Bu həyat deyil. Həyat deyil, bu həyatdır mı yəni? Həyatdır. Həyat budur mu? Budur mu həyat? Amma hörmət hə. Bəli, hörmət hə.
Yəni bir insan doğrudan da qabiliyyətlərinə uyğun olaraq mövqe qazanırsan, maddiyyat qazanırsan, o hörmət hə. Sən ona hörmət edə bilərsən, onun çox xətrini sevə bilərsən. Bu bəli, bu insani haldır. Amma o hallar yox, o hallar bayağı vulqar hallardır, yəni vulqar hallar. Belə dostlar, bax da söhbət elə məsələ. Bununla nə ilə əlaqələndirdim? Yəni o dipsiz mükəmməl. Bir dənə bilirsiniz, bir dənə mövzu çıxdı. Mövzu təsir etmir bizə. Məsələn, mənə çox təsir edir. Mənim də mövzu. Bundan sonra mənə heç kim mən maddiyyatı ilə mövqesini əzə bilməz. Çətinliyə sala bilər, incitmək istəyə bilər. O da bir müddətli illüzor təəssüratdır, yəni əzə bilməz. Buna görə əzə bilməz. Görürsünüz, məsələn ki, mən belə düşünürəm. Bunda heç bir idrak yoxdur. Yəni bu biraz mənə başqa tərəfdən baxa bilərdimi? Yəni mənə başqa xüsusiyyətlərimə baxa bilərdimi? Mənəvi keyfiyyətlərə baxa bilərdimi? Bəlkə kiçik bir xidmət göstərmişəm, onu görə bilərdim. Bunu görməyə idraki yoxdur. Buna mən necə hörmət edeyim? Belə deyə bilərsən. Və ya hörmət edə bilərsən insan olaraq, amma biz necə? Təməl olmalıdır da, hörmətin təməl olmalıdır. Yəni ki, əsaslı olmaq üçün əsaslı bir xassə olmalıdır qarşında. Və yaxud belə düşünə bilərsən. Bunda insaniyyət də yoxdur. İnsanlığı da yoxdur. Məsələn, bu niyə qarşındakının insanlıq ləyaqətinə hörmət eləmir axı? Yəni insansevərliyi niyə yoxdur? Niyə qayğıkeşliyi yoxdur? Niyə alicənablığı yoxdur? İnsani keyfiyyətlər də pisdir. İnsani keyfiyyətlər də yoxdur. Bir filosof buna necə hörmət eləsin? Necə hörmət eləsin? Əsas olmalıdır. Hörmət üçün əsas olmalıdır. Sən uzaqbaşı ya laqeyd mi qalarsan, ya məyus mu olarsan, üzvü çevirib gedərsənmi? Belə bu hallar ola bilərdi. Sən axı filosof mahiyyətə baxır, analiz edir. Xarakteri analiz edir. Mahiyyətə baxır da, zahiri şeyşüylərlə o təəssüratlara baxmır. Bu filosofun təbiətidir. Xalis sənətkarın da təbiəti budur. Anadan gəlmə təbiəti budur. Həqiqəti axtarmaq, mahiyyəti axtarmaq. Bunları düşünərsə, dolayısıyla beləsinə hörmət eləmək ehtimalı yoxdur. Sənin hörmət eləmədiyin bir kəs sənə necə bir təsir göstərə bilər? Təsir göstərə bilməz. O sənin üzərində bir təsir ola bilməz. Mən bir kəsə hörmət eləmirəmsə, o mənim üzərində təsir ola bilər. Heç bir təsir ola bilməz. Heç bir təsir. İllüzor qısa müddətli bir təəssürat ola bilər. Ciddi təsir ola bilməz. Amma deyək ki, mövqesi, maddiyyatı olan, idraki üfüqdə olan, insaniyyəti olan bir insanın mənim üzərində təsir ola bilər. Ola bilər. Yəqin ki, o mənə yaxşı təsir göstərir. Yəqin ki, mənə qiymət verər. Verərmi? Verərmi? Hansısa dərəcədə verər. Dolayısıyla mənə yaxşı təsir göstərər. Pis təsir göstərməz. Çünki qayğıkeşlik qarşısında da yaxşı cəhətlər tapa bilər. Yaxşı cəhətlər məndə tapıb deyərsə, mənə yaxşı təsir göstərər. Düzdür? Onun da mənim nəzərimdəki hörmətini, dəyərini artırar. Elə deyir. Əsaslandıra bildim. Görürsünüz, mən zirək əldə eləmişəm öz-özlüyümdən. Bundan sonra mənə kim, məsələn, bu baxımdan təhqir edə bilər, maddiyyatdan mövqeyi. Mümkünsüz bir şeydir. Mahiyyət dərindən eləyə bilməz. Mümkünsüzdür. Üstəlik, bilirsiniz, məsələ bir şeydir, dostlar. Sənin arxanda, bir filosofun arxasında əsrlər boyunca təcəssüm edən, əsrlər boyunca insanilik, mənəviliklə çiçəklənən insanlar dururlar. Mütəfəkkirlər, möminlər, sənətkarlar, alimlər, fədailər dururlar. Bu da qüvvədir. Buna kimin gücü çatar? Kim bana təsir göstərə bilər? Mənim arxamda ən azından Kant durur, Nəsrəddin Tusi durur, Schopenhauer durur, Boetsi durur. Ən azından bu 4 nəfər dururlar. Ən azından bu 4 nəfər dururlar. Kim təsir? Mən belə bir insanlardan mənəvi qüvvə alıram. Onların mənim üçün təməllər var, onlar məni qoruyurlar. Serafimlər kimi, yekə qanadlı mələklər kimi qoruyurlar. Mənə təsir göstərir kim mən? Hansısa mənim mövqesi ilə, maddiyyatı ilə əzən hansısa sarsaq mənə necə təsir göstərə bilər? Necə pis təsir göstərə bilər? Necə mənə əzə bilər? Amma bu ciddi bir şey sayılmasa da, haqlı şəkildə,
əhəmiyyətsiz sayılsa da belə bu cəhətlərə malik olan, amma bir o qədər də sevimli, qəşəng, tatlı bir şəxsiyyətsə mənim sevgimi və dərin hörmətimi qazana bilər. Ürəyimin içində qazana bilər. Belə dostlar, bu qədər. Hələlik özünə aid olun. Bugün də belə bir söhbət eləmək istədim. Düşünürəm bunun da sizlərə, yəni mənimlə öz əqrabalıq duyan, məni doğma hesab edən insanlara yaxşı təsirləri ola bilər. Hələlik dostlar, özünə aid olun. Günləriniz xoş keçsin. Belə mükəmməlliklərin dipsiz mükəmməlliklərdən, bitməz tükənməz mükəmməlliklərdən yenə də söhbətlər eləyəcəyik dostlar. Sağ olun. Günləriniz xoş keçsin. Gecəniz xeyirli qalsın. Bu aləmlərdən çıxırıq. Sağ olun.